Hər kəsə salam. DIM 2025 cədvəl prosessorlar mövzusundan 54-cü suala baxırıq. Sualda deyilir ki, elektron cədvələ əsasən C1 xanasının qiymətini müəyyən edin. C1 xanasında bizə düstur verilir. Düsturda yazılıb ki, sum A1 B3 diapazonu. A1 2.B3 yəni diapazon deməkdir. Və burada da biz deməli A1-dən B3-ə qədər B3-də olan ədədləri toplamalıyıq. Yəni A4 və B5-də olan ədədlər bura aid deyil. Bunlar hansı ədədlərdir? Deməli 50 üzərinə gəlirik 80-i A3, daha sonra 120 üzərinə gəlirik 200-ü. 120 ilə 80 eləyəcək 200 da 250 bərabərdir 450. Yəni C1 xanasının qiyməti olur 450. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.